Bugünkü pasiyentimiz 1 yaş 6 aylıq payanın yerinə enməməsi olan bir uşaqdır. Bir tərəf payası yerinə enməyib. Paya yerinə enməyibsə 6 ayından 1 yaşına qədər əməliyyat edilməlidir, yerinə endirilməlidir. Bəzi hallarda yaş yarımına qədər gözləmək olar. Yaş yarımdan sonra isə artıq gedişmiş dönəm sayılır. Payanın inkişafı zəifləyir və bəzən də paya atrofiyalaşır, ümumiyyətlə inkişafdan tam olaraq qalır. İndi əməliyyatımıza başlayırıq. Etap sizə göstərəcək. Əməliyyatımız yekunlaşdı. Paya kiçik bir kəsi ilə, BMP kəsi ilə xaylığa endirildi. Eyni zamanda sünnət icra olundu. Əməliyyat bitən kimi də uşaq da oyanır.